Qubanın Alpan kəndində 82 yaşlı Səlvə nənənin qonağıyıq. Bu çox yaşlıdır Günel xanım. Tənbəl arvadlar başına nə deyir? Bu zəhmətkeş arvadlar gündəni yaxşı. İndi sizə demək biraz yaxşılar. Və Alpan kəndinin çörəyi, ümumiyyətlə bu bölgənin belə deyək də çörəyidir. Bozlamac. Amma Alpan ləhcəsində bazlamac deyirlər. Bişirəndə odu çox belə olmalıdır. Məsələn, təndirdə odunu qalıyırıq, azalır, ondan sonra təndirə çörəyi yapırıq. Yox, ocağı deyirəm. Ocağı qaladır. Ocağı qaladır. Deyirlər ki, qədimdən biz bişiririk bu çörəyi. Biz onun bişirilmə prosesini də gördük. Bax belə ki. Altını üstünü çevirirsiniz. Tamam. Belə heç gəzməyə də getməmisiniz yaylağa? Gitmişəm, yerlərə gitmişəm. Seyid Qalan babaya, Həzrət babaya, Xədiyəcində babaya gitmişəm. Ziyarətə getmişsiniz. Ziyarətə gitmişəm. Hə. Çünki bu dağlarda ziyarətgahlar çoxdur. Bütün bu prosesi orada bir kənd var layihəmizin Alpanla bağlı olan hissəsində aprel ayında efirdə görə biləcəksiniz.